Sizcə quş əti yemək daha zəif dil öyrənməyinizə səbəb ola bilərmi? Əslində dolay yolla olsa da təsir eləyər, amma xüsusilə vəhşi quşlar. Niyə? Çünki biz kömürdən daha çox istifadə edirik və kömürü yandırdığımız vaxt təbiətə biz civə buraxırıq. Civə də təzədən təbiətə qayıdır, yağışlar vasitəsilə torpağa dönür və bu vaxtda ondan qidalanan həşəratlar olur. Həmin həşəratlardan da qidalanan quşlar olur. Quşlar həmin həşəratla qidalandıqdan sonra daha zəif oxuma bacarıqlarına və beyin inkişafına sahib olurlar. Həmçinin yaddaşlarına da təsir edir. Nəticə etibarilə artım prosesləri zəifləyir. Niyə? Çünki erkək quşlar dişi quşları təsirləndirmək üçün nə etməlidirlər? Oxumalıdırlar. Oxuya bilmirlər deyə sayları azalmağa başlayır. Yəni dişi onu qəbul eləmir. Və sonra da biz onu götürürük, vururuq, ətini yeyirik və bu da bizə dolay yolla təsir edir. Nəticədə nə baş verir? Dil öyrənmə prosesimiz zəifləyir. Amma bu dediyim proses o qədər az təsirə malikdir ki, sadəcə olaraq belə deyim 1-2% təsir eləyə bilər. Hətta ondan da aşağı. Yəni çox da böyüdüləcək qlobal bir məsələ deyil. Xüsusilə də quş dediyim, yəni vəhşi quşlardır. İnsan tərəfindən yetişdirilən quşlar deyil, məsələn toyuq, qaz deyil. Bəli, bəzi vəhşi ördəklər də var və yaxud da ki, digər vəhşi quşlar da ola bilər ki, bunda əslində günün sonunda səbəbkarı yenə insandır. Yəni insan təbiətə lazımından artıq fərqli maddə buraxdıqda təbii ki, balans pozula bilir. Əslində maraqlı cəhət budur ki, quşlardan daha çox əslində balıq civə yaya bilir. Yəni civəni ən çox balıq yayır, çünki yağış daha çox dənizə düşür və civəyə məruz qalan ən çox canlı da elə balıqlardır. Yəni əslində quş həm balığı, həm həşəratı ovlayaraq bir növ bədəninə durmadan civə salır. Və sonra biz bunları ovlayanda, həm balığı, həm quşu ovlayanda bu əhəlləşməmiş canlıları nəticədə nə baş verir? Bizə də o civə keçir və uşaqlarımıza müəyyən qədər koqnitiv bacarıqlarına təsir eləyir. Yəni dil öyrənməmizə günün sonundasında vəhşi quş yemək təsir eləyə bilər. Bəs qədim dövrdəki insanlarda bu problem olubmu? Əslində olmuyor. Çünki qədim dövrdəki insanlar kömürdən istifadə edərək təbiəti korlamayıblar. Nəticə etibarilə dolay yolla quşlara zərər verməyiblər ki, sonra o da özlərinə dönsün. Ona görə də qədim insanlarda bu tip koqnitiv proseslərə ziyan verən ovladıqları canlılar heç də olmuyor.